Təbii bugün yenə də mən məlhəmlər haqqında istəyirəm məlumat verim. Bizim bu məlhəmimiz dedik ki, prostat vəzinin fəaliyyətini yaxşılaşdırır, cinsi gücü artırır, immuniteti qaldırır, qanın faizini artırır, qaraciyəri təmizləyir. Başqa bir məlhəmimiz arı südü kremi üz dərisini gözəlləşdirir, qırışları aradan qaldırır, səpkiləri götürür və civzələri təmizləyir. Başqa bir məlhəmimiz bədəndə və üzdə olan yaraları, ləkələri təmizləyir. Çox gözəl effekti var. Başqa bir məlhəmimiz miqren ağrıları üçündür. İsid valın boyun nahiyəsində çəkirsən, ağrıları götürür. Digər məlhəmimiz sədəf xəstəliyində qaşınmanı götürür, kəpəyi aradan qaldırır, yaranı sağaldır. Başqa bir məlhəmimiz oynaq ağrılarında çox gözəl effekt verir. Bir digər məlhəmimiz, o da varikoz damarda qan dövranını yaxşılaşdırır və xəstənin əhvalını yaxşılaşdırır.